Niyə? Xeyirdirmi? Sizin balalarınızın Avropada da evləri olsun, maşınları olsun, Azərbaycanda da. Amma qazi ayaqla gəzir, əlində də torba, içində də dərman, dərmanla durur. Dərmanını da ala bilmir. Niyə? Bax, müharibəyə gedəndə yaxşı idi, amma müharibə qurtardı, deyir, yəni bir sapoq kimi, bir ayaqqabı kimi də geyindi, istifadə elədi, atdı, getdi də. Başa düşsənmi? Ona görə də mən belə başa düşürəm. O keçən dəfə dedim, Elşad, Əli Əliyevi, atası yazıcı olub. Elşad, Ha, buradayım. Ha. bu atası sen dedin onun İspendiyarov. Ha, Bəxtiyar Vahabzadənin oğlu. Ay baban rəm, Bəxtiyar Vahabzadə. Ha. Mən bugünkü gün bax o adamı görmək istəyərdim prezident. İspendiyar Vahabzadə. Ha, bax o adam, mən o adamı həddindən çox izləmişəm də. Namuslu, qeyrətli Azərbaycan kişilərindən biridir. O, əgər prezident gəlsə, mən əminəm ki, Azərbaycanı ağ günə çıxarda bilər o adam. Ona görə o adam çox kəlləli insandır, çox. Özü də diplomatdır. Diplomat da işləyibdir. Mən o adam, Vahabzadə gələ, Avropadakı da bütün o dədərgin düşmüş oğlanları gətirə, içində həkimlər də var, ondan sonra müəllimlər də var, kəlləli uşaqlar çoxdur da burada. Yığar Azərbaycana, fabrikdir, zavoddur, qranisanı açar, ticarət başlayar, hərə bir şeylə məşğul olar da. Ay kişi, kənddə, kəkkiyə, torpaq da qoymayıblar, mal örüş yeri olsun, mal otarsın. Kənddə, məmur Bakıda otura nazir kəndləri zəbt eləyibdir. Bu nə deməkdir? Bu genosiddir. Yəni, sıxışdırırlar ki, qaçasan Azərbaycandan. O günə qoyublar. Bu birinci, bu Heydər Əliyev rəhmətə gedəndən sonra Ramiz Mehdiyev saysız hesabsız Kürtləri Türkiyədən gətirib doldurur və zadnı çisloyla pasport verib Azərbaycan, özü də milləti Azərbaycan. Mənə polis özü zəng elib formada, üzünü göstərmədi. Bax, formasını göstərdi, danışır. Deyir, inanırsınız, burada o boyda polislər var, deyir, Azərbaycan dilini təmiz danışamır. Türk ləhcəsindən, Türk şeyində danışır. Kürtlərdir, gətirib doldururlar polisə. Su özlərinə axrana, başa düşsənmi? Yezidi Kürtləri. Amma millətimiz qalıb acından ölür. Başında dayananlardan biri bu Oğraş Bəylər Eyyubovdur da. Ramiz Mehdiyevlə Bəylər Eyyubov əl-ələ verib qardaş kimi Azərbaycanı boşaldırlar da. Boşaldırlar Azərbaycanı. Və Azərbaycan boşalmasa, bu neçə yüzlərlə, minlərlə adamlar niyə Azərbaycandan çıxmalıdır? Cavan ailələr bura doludur. Cavan uşaqlar doludur bura. Niyə gəlməlidir Azərbaycanda? Vətəndə qalıb, vətəndə işləməlidir da. Ha? Niyə? Boşaldırlar. İş yox, güc yox. Məcbur qalır, çıxır. Ona görə də durmalıdır millət. Millət durmalıdır. O Vahabzadəni də prezident mən görmək istəyirəm. Onu qoysun prezident. Ondan başqa adam mən heç kimi görmürəm. Heç kimi. Ondan başqa adam bugünkü gün Azərbaycanda var, yəni üzə çıxanlar yoxdur da. Mən demirəm Azərbaycanın hamısı avvamdır ya. Yox. Ağıllı kişilər çoxdur Azərbaycanda. İmkan vermirlər ki, sən ağzını açan tu bağlayırlar. O olsa Vahabzadə, onda o nazirliyi də, icra hakimiyyətlərində hər yerin təmizləyər. Normal. O kişi oğlu kişidir.